Salam değerli izleyicilerim, kanalıma hoş gelmişsiniz. Bugünləri mən zeytun dudaq oymasının rəngi sapsarı və gözəl olmasının sirrini sizinlə bölüşəcəm. Əgər sizin üçün də maraqlısa kanalıma keçid edib videomu sona qədər izləyib abunə olub bəyənməyi unutmayın. Zeytunlar dərildikdən sonra 2-3 dəfə tərtəmiz yuyuldu. Yuyulduqdan sonra onun üzərində bir ədəd də olsun çöp qalmamalıdır. Çünki o çöp ona acılıq verə bilər. Məndə 8 kiloqram zeytun var idi. Bu 8 kiloqram zeytunu suyun içərisinə, 10 litr suyun içərisinə bir dolu stəkan, xrustal stəkan deyirik, potaj töküb tərtəmiz qarışdırdım əriyənə qədər. Əridikdən sonra zeytunları töydüm. Bax bu cür qara suyu çıxdı. Elə bil bugün saat 8-də qoymuşdumsa, səhər saat 8-də də onun suyunu dəyişməliydim. Artıq çox vaxtınızı almayacağım. Sular tərtəmiz oldu. Bir həftə ərzində tez-tez mən bunların suyunu dəyişdim. Bir həftə ərzində gündə 4 dəfə, 5 dəfə bunların suyunu dəyişdirdim. Tam bu cür su təmiz olandan sonra balonlara yerləşdirdim. Balonlara da yerləşdirdim. Hər 3 kiloluq balona 3 xörək qaşığı mən duz əlavə etdim. Ağzını bağlayıb, qaranlıq sərin bir yerdə 10 gündən sonra zeytunlarımız artıq hazır oldu. Görün, rəngi sapsarı, qaralmadan, dadı da çox gözəldir. Hazırlayanlar hər kəsə nuş olsun. Allah hər kəsin ruzisini bol bərəkət etsin. Təşəkkür edirəm.